Salam, hər vaxtınız xeyir. Bir neçə gün bundan əvvəl məlumat yayıldı ki, Akordun keçmiş rəhbəri İlqar Hacıyevin növbəti dəfə əmlakları müsadirə olunub. Ümumiyyətlə İlqar Hacıyev kimdir, ictimai fəaliyyəti nədən ibarətdir, nə üçün onun əmlakları müsadirə olunub? Bu və digər məsələlərlə bağlı İlqar Hacıyevin özü ilə danışırıq. Yayımı paylaşaraq bizə daha çox dəstək ola bilərsiniz, daha çox insanın baxmasına kömək eləyə bilərsiniz. İlqar bəy, hər vaxtınız xeyir. Xoş gördük Ayten xanım və bütün Meydan TV izləyicilərini salamlayıram burada. İlqar bəy, düz xatırlayıramsa, bu sizin ilk müsadirə olunan əmlaklarınızın siyahısı deyil. Bir neçə il əvvəl də müsadirə olunmuş əmlaklar var idi. İlk etapda nə üçün olmuşdu bu hal? Hansı hadisədən sonra əmlakınız müsadirə olunmuşdu? Hələ illər əvvəl. Tamamilə doğru. İlk dəfə 2010-cu ildə olub. İlk dəfə Zakir Qaralovla Fazil Məmmədov mənə yaxınlaşdılar ki, mən şirkətimin 51%-ni Əşrəf Kamilov bir insana, bir şəxsə təhvil verməliyəm. Və mənim suallarım yarandı ki, bu adam kimdir, nə üçün Əşrəf Kamilov? Mənə dedilər ki, ailənin bütün pullarını, mallarını saxlayan bir adamdır, xaricdə, həm də Azərbaycan daxilində. İlk dəfə 2010-cu, 11-ci ildə mənim Akord şirkətlər qrupunu və şəxsi mülklərimi müsadirə edibdilər və şirkətin paylarını aldılar. Bəs illər sonra bir neçə gün bundan əvvəl mətbuatda çıxdı ki, İlqar Hacıyevə məxsus bir neçə əmlak, yaşayış və qeyri-yaşayış obyektləri də müsadirə olundu. İndi bəs sizcə niyə? Deməli, 2017 və 18-ci ildə yenə də mən artıq Azərbaycanda yox, fəaliyyətimi Rusiyada göstərdim. Mənə yaxınlaşdılar, qabaqları generallar və nazirlər yaxınlaşmışdı. Bu dəfə mənə yaxınlaşdı iş adamı Qod Nisanov və mənə belə xoşluqla, birinci, dostluqla dedi ki, Vernatskay şərikli binamızı Balaca Heydərə verməliyik. Və mən də belə özüm üçün çox maraqlı oldu ki, necə yəni mən artıq Azərbaycandan 2014-cü ildən köçüb getmişəm, fəaliyyət göstərmirəm, Rusiyada fəaliyyət göstərirəm və yenə də Azərbaycandan məndən nəsə istəyirlər və birbaşa da Balaca Heydərin adından. Və mənim problemlərim başladı 2017-18. Mən razı olmadığıma görə 2019-cu ildə mənim ofisimi və tikintilərimi Qod Nisanov polislə və mühafizəçilərlə zəbt edildilər. Rusiyadakı? Bəli. Ondan sonra mənim deməli mayın 5-də Azadlıq Radiosuna mən bir çıxış elədim və açıqlamalar verdim və söylədim ki, mənim ofisimi Rusiyada Qod Nisanov və ətrafı İlham Əliyevin adından o vaxt hələ söyləməmişdim, reyd edibdilər. Ondan sonra deməli, indi sizə göndərmişəm, baxa bilərsiniz, hətta oxuya bilərsiniz. Əlimə belə bir ərizə düşübdür, Ramil Yusubovun adına. Mayın 19-u Vladislav Yusupov, Qod Nisanovun xalası oğlu ərizə yazıbdı ki, mən ondan 10 milyon pul almışam və onun da 3 milyonunu Azərbaycanda almışam. Və ondan sonra siz gördünüz ki, mən başladım artıq sərt çıxışlar eləməyə ailəyə qarşı, ümumiyyətlə İlham Əliyevin ətrafına və nazirlərə, kimlər ki, mənim işimdə iştirak edib və 2022-ci ildə Interpol mənə xəbəri gəldi. Mən şəxsən özüm getdim Interpola, ərizə yazdım ki, məni axtarırsa, hansısa bir saxtakar dövlət qazetləri, Real TV-lər belə bir şey şaya yayırmı və həqiqətdirmi? Interpol araşdırandan sonra dedilər, həqiqətdir, ancaq biz araşdırma elədik və bunları hər yerdən, bazalardan çıxartdıq və ləğv etdik. 2022-ci ildə axırıncı dəfə bu işlə bağlı belə
Interpolla bir hadisəmiz olmuşdu. Düşünürsüz ki, Qod Nisanovu o vaxtı İlham Əliyev özü sizin yanınıza gətirtmişdi. Yəni bu ismarıc Bəli. ki, bu bina Heydər Əliyevə çatacaq, bunu birbaşa İlham Əliyev etmişdi. İndi görürəm ki, bəli, 100% artıq mən ümidvarəm ki, İlham Əliyev şəxsi tapşırığıdır və yaxud da bilmirəm ailəsinin tapşırığıdır, ola bilsin Mehriban Əliyevənin tapşırığı olubdur. Mən indi durub böyrlərində olmamışam. Həmən dəqiqə ancaq Qod Nisanovun sözlərinə görə ki, birbaşa balaca bunun oğlu var Saul və Heydər ki, o bina onlara verilməlidir. Mənə də əvəzinə Sobyaninlə nəsə iş alınıb veriləcək. Mən də ona razı olmadığıma görə bu proseslər, bu cinayət işləri və şər xəta ilə açılan prosesləri siz özünüz bu gün artıq izləyib görürsünüz. İlqar bəy, o binanın təxminən maliyyəsi nə qədər tuturdu? Maliyyəsi deməli 70% mənim idi binanın, 30% Qod Nisanovun. Deməli, toplam həmən bina qeyri-yaşayışı 100 milyon təxminən dollar qiyməti və təxminən 300 dənə mənzil həmən yerdə. Mənzil və parkovka yerləri toplam təxminən 250 milyon dollar. Dollardan söhbət gedir. Aydındır. İlqar bəy, mən biraz akordla bağlı da suallar vermək istəyirəm. Çünki insanlarda da bu suallar var. Bilirsiniz ki, Azərbaycanda tender məsələsi bir qədər fərqlidir. Məsələn, tenderi o şirkətlərə verirlər ki, əsasən bu şirkətlərin məmurlarla birbaşa əlaqəsi var. Akord necə olurdu ki, az qala Bakının yarısını tikə-tikə gedirdi, tenderləri alırdı? Deməli, akord ilk mənim inşaatım olub. Mən mənzillər tikmişəm, qeyri-yaşayışlar tikmişəm və bilirsiniz ki, bəlkə 5-6 dənə şəhərcik tikmişəm. Abşeron Gənclər şəhərciyini, Uğur kompleksini, Kosmos kompleksi, fərqli-fərqli təxminən 6 layihə, böyük layihə həyata keçirmişəm. O vaxtı 2005-ci ildə deməli bu Azərbaycanda ilk bu şəhərdə yollar, körpülər işləri başlayanda məni özləri çağırdılar ki, Zakir Qaralovla Ziya Məmmədov ki, bu gün Azərbaycanda belə körpü, tunel, yol tikə bilərsənsə, Azərbaycanda böyük layihələrimiz var və onlarda iştirak edə bilərsən. Və ondan bu proseslər başladı. Mən xaricdən mühəndislər yığdım, gətirdim, insanlar gətirdim və ilk bu Nəqliyyat Nazirliyi ilə mənim olub bu Heydər Əliyev mərkəzinin böyründə o vaxt Ramstor körpüsü deyirdilər. İlk o körpünü başlamışam mən dövlətlə. Nə tender olub, nə bir şey olub. Elə Ziya Məmmədovun otağında oturub razılaşdırılıb və ilk projeni veribdilər mənə körpü işi. Bəs ona qədər tikintilər həyata keçirmisiniz. Bu şirkətin maliyyə mənbəyi nə olub? Nə qədər, məsələn, nizamnamə kapitalı nə qədər idi? Hardan maliyyələşmişdi ki, şirkət artıq bu qədər tikintiyə girişmişdi? Deməli, 2000-ci ildən mən artıq Bakıda bu inşaat bumu başlayanda, yeni novostroykalar tikiləndə mən developerlik eləyirdim. İnşaatçılar tikdiyi binaları mən onlardan alırdım, katlavandan o vaxtı belə deyirdik və bunlar tikənə qədər mən həmən mənzilləri satırdım, dəyişirdim betonla, nə bilim, kərpiçlə, mərmərlə və inşaatçılarla da belə bir forma qurmuşduq. Barter forması, pul forması, onlara yardım edirdim və bunlar inşaatını aparırdı, mən də mənzilləri satırdım. 2002-ci ildə mənim ilk projem, inşaat projesi şəhərin mərkəzində Bəşir Səfəroğlu Rəsulzə küçəsində kəsişləyib, Bacarının yuxarısında 15 mərtəbə bir dənə böyük bir elit ev layihə tikmişəm, başlamışam mənim. Yəni inşaat işim oradan başlayıbdır. Deməli, yəni tender falan olmadan özünüz? Bəli. Sadəcə akordun bir layihəsi kimi?
o vaxt hələ Akord Yox şirkəti idi. yox Hı -hı. idi. Eiffel şirkəti var idi. Bu dəqiqədə Əli Nağıyevin şərikidir. Əli Həziyev. Həmən bu Eiffel şirkəti, mən onlardan demirəm, qabaq Katlavandan alırdım, satırdım. Yaxınlaşdılar mənə, təklif etdilər ki, və bizim mərkəzdə belə bir layihəmiz var. Ora istəsən 1 milyon dollar ora qoysan, biz onu 50-50-yə şərikli tikə bilərik. Və mən də çox düşündüm, baxdım, öyrəndim və risk etdim, dedim olar. Yəni ilk inşaatı belə başlamışam mən özüm, yəni Yəni mən tikintiyə. düzmü başa düşdüm? Barter etdiyiniz dövrdən bu yana təklif gələnə kimi heç vaxt heç nə tikməmişdiniz. Yox, yox. Yəni necə oldu ki, onlar bildilər ki, bu tutaq ki, İlqar Hacıyev yaxşı, etibarlı binalar tikir və yaxud da ki, körpülər salır, gedib İlqar Hacıyevi tapmaq lazımdır, onunla birgə şərik olmaq lazımdır. Yox, mən ilk binaya investor kimi gəlmişəm. 1 milyon dollar mən pul qoymuşam, 1 milyon dollar Əli Həziyev Eiffel şirkəti. O 1 milyon dollar barter nəticəsində əldə olunmuşdu, yoxsa? Yox, onu mən pul kimi ödəmişəm, pul kimi gətirmişəm. Hər dəfə bunlara lazım olanda inşaata, 50 min lazım oldu, 100 min lazım oldu. Nəsə bir hətta şəhərin mərkəzində bilirsiniz ki, binaların çoxu köçürməklə olub. Hətta köçürmələrə, o ailələri oradan köçürməyə, o pulların çoxunu mən ödəmişəm. Və ilk proje şərikli, yəni ondan qabaq mənzilləri alıb satırdım. Ancaq ilk projemdir ki, harda ki, mən artıq inşaat prosesində özündə iştirak etmişəm. Yəni o 1 milyon 2002-ci ildə olubdu. Aydındır. O 1 milyon, yəni mənzil alış-satışı nəticəsində yığılmış bir kapital Bəli, idi. bəli, Düzmü başa bəli. düşdüm? Həm ondan başqa da bütün Azərbaycan bilir ki, mən Azərbaycanın bütün qranit mərmərini mən gətirirdim. Hətta bu Şəhidlər Xiyabanının o vaxtı bilmirəm, yadınızdadırsa, yadınızda deyilsə, ilk Şəhidlər Xiyabanının əsas daşlarını mən gətirib dövlətə satmışam o vaxtda. Tendersiz. Və o vaxtı Azərbaycanda tender məsələsi yox idi. İlk mənim tenderim olub, bu saat çox qabağa getməyəcəm. Dünya Bankından, sonra İBRD ilə, ilk tenderlər əsas mənim xaricdə başlayıbdı. Onlar da maraqlıdırsa deyərəm necə olub. Ancaq 2002-ci ildə Bəşir Səfəroğlu binanı başladım və başladım inşaat proseslərinə özüm də maraqlanmağa. Əsas gördüm ki, bunlarda haradakı zəiflik var idisə, yaxşı, gözəl mühəndislər xaricdən, Türkiyədən, Almaniyadan ilk Azərbaycana mən gətirmişəm və hətta Eiffelin binasını tikəndə bu keyfiyyət kontrolunu Almanı gətirmişəm mən Azərbaycana və ondan sonra görmüşəm ki, bu adamlar özləri bir proqramla bina tikirlər və görmüşəm ki, belə inşaat aparmaq olmaz və düşünmüşəm, özüm oturub fikirləşmişəm ki, Azərbaycan gələcəyi üçün böyük tikinti şirkətlərə ehtiyac olacaq və başlamışam xaricdən mühəndislər gətirməyə, Azərbaycan gənc kadrlarını öyrətməyə inşaat işində. Akordun binalarını xarici mühəndislər həm də tikirdi. Yəni onların da qatqısı var idi Akordun binalarında. Türklər, Almanlar, bəli. Çünki mən xatırlayıram ki, Akordun binaları ilə bağlı xeyli şikayətlər var idi. Keyfiyyəti ilə bağlı, elə körpülərlə də bağlı. Yəqin ki, siz də bunu etiraf eləyərsiniz. Var idi belə məsələlər. Deməli, mən 2010-cu ildən sonra Aytən xanım, mənim öz şirkətimdən məni ayırmışdılar. Və ondan sonra əsas ciddi mühəndisləri, ciddi adamları, onları şirkətdən uzaqlaşdırmışdılar. Zakir Qaralov, İlqar Abbasov, Əli Nağıyev, o adamlar birbaşa idarə edirdi şirkəti və qeyri-profesional qohumlarını, yaxınlarını, adamlarını gətirib rəhbər qoymuşdular, proqram qoymuşdular və onun nəticəsi idi ki, mən elə bil ki, 2010-cu ilə qədər nə tikmişəmsə, binalar təhvil verilmə proseslərində bunlar iştirak edibdilər. Və bunlar iştirak edəndə
orada əsas bunların məqsədləri pul yemək idi. Yəni çirkli pulları şirkətdən çıxardıb və xarici hesablara arasa göndərmək idi. Yəni onlar artıq almanları da qovdular şirkətdən, türkləri də qovdular. Başladılar öz yaxın ətraflarını gətirib pudratçı şirkət eləməyə və onu bu nəticəsi də indi bu şikayətlərdir və o bizlərdir. Amma Bəşir Səfərov, bəli. buyurun, tamamlayın. Bəşir Səfəroğlu binanı mənim kontrolumun altında tikilibdir. Başqa layihələr, has ki mənim kontrolumun altında tikilənlər, mən inanmıram ki, orada bir nəsə, bəli, indi inşaatda nəsə problemlər olur və önəmli problem odur ki, o binanın sementini uğramasınlar, nəm armaturunu uğramasınlar. Ancaq haradasa bilmirəm, alçıpan düşüb, nəsə düşüb, ola bilər, mən onu deyə bilmərəm. Ancaq faktiki bunları təhvil vermələri əsas məndən sonra olubdur bu binaların. İlqar bəy, amma o zaman məsələn deyirsiniz ki, Zakir Qaralov belə edirdi və s. O zaman həmin vaxtlarda İlqar Hacıyev bunlara etiraz etmirdi. Mən etiraz edirdim. Amma publik şəkildə olmurdu. Yəni necə, tənqidlər olmurdu, ən azı eşidilmirdi. Məsələn, İlqar Hacıyev bugünkü kimi tanınmırdı. Deməli, mən 2010-2011-ci ildə mənim şirkətimin 51%-ni alanda özdə şərt qoyulub ki, mən onları təhvil verməyincə mənim və öz ailəm ölkədən çıxa bilmərik, qadağa qoyulmuşdu. Mənim uşaqlarımı, ailəmi Avropaya çıxartmaq üçün mən o 51%-i verib və çıxmışam. Deməli, 51% Əşrəf Kamilova verilib. Onu OCRP-nin araşdırmaları var ki, Heydər Əliyevə o mülklər verir balaca Heydər Əliyev onun adına keçidirlər. Yəni o araşdırmalar, mən demirəm, onu hər yerdə açıqlamada tapa bilərsiniz. Deməli, 24% yarım da Zakir Qaralovun bir qohumu Dəriyə Vəliyev onun adına keçirmişdilər. 24% yarım mənim adımda saxlamışdılar ki, səs-küy qalxmasın və bunlar məndən oturub razılaşmışdılar ki, mən gedirəm Avropada yaşayıram və bunlar mənim 24% yarım payımı, qazanclarımız vaxtında mənə ödəyəcəkdilər. Mən də bir səsimi çıxartmıram və oturub sakit həyatımı yaşayıram ki, sabahları mənə bir şey olmasın və mənim ailəmə, qohumlarıma, yaxınlarıma. Və belə razılaşdım. Razılaşmışsınız buna. Bəli. Yəni o zaman məsələn iddialar var ki, İlqar Hacıyev həmin dövrdə öz biznes maraqlarına görə ədalətsizliklərə göz yumurdu. Sonradan mən göz yumsaydım, mən qalardım Azərbaycanda, davam edərdim. 24% yarım payım var idi. Və bir öz şirkətimdə hətta mənə təklif etmişdilər menecer kimi davam etməyə, çalışmağa. Ancaq mən onu etiraz kimi demişdim ki, yox, mən onu qəbul edə bilmərəm. Onu zorla eləyirsiniz və ölkədən elə şirkətin paylarını verib çıxmışdım. Yəni mən durub susmağım o vaxtı mən o qədər publik adam deyildim. Ancaq axırıncı Rusiyada mənim biznesimi yenidən balaca Heydərin adından alınması məni publik elədi və mən çıxdım, artıq ictimaiyyətə açdım ki, bu işləri görən Azərbaycan dövlətidir və Azərbaycan dövlətinin böyründə olan məmurlar və biznesmenlərdir. 2019-cu ildən bəri mən danışıram. Əgər gələcəkdə maliyyə və hüquqi problemləriniz yoluna qoyarsa, həll olunarsa, o zaman mövqeyiniz dəyişəcəkmi? Mənim mövqeyim dəyişə bilməz. Çünki tək mən deyirəm, Ayten xanım. Azərbaycanda çox adam bilirsiniz ki, biznesi də əlindən alınıb və başlarına oyunlar açılıb. O adamlar susurlar, qorxurlar. Məncə mənimki artıq qorxudan, susmaqdan keçib. Mən bunlar düşünürsünüz ki, mənə təkliflər gəlməyibdi, razılaşaq və mənə hansısa bir hissə pul ödəməyə hazır idilər və mənim üzərimdən bütün bu saxta cinayət işlərini çıxartmaq istəyirdilər. Bunlar olubdur, mən onlara razı durmamışam və demişəm ki, bu cinayətkarlar
Zakir Qaralov, Qod Nisanov, Əli Nağıyev, Bəylər Eyyubov, bu adamlar cəzalanmalıdır. Ondan sonra mən bəli, nəyəsə razılaşa bilərəm. Ancaq bu boyda məni kimi yüzlərcə, minlərcə iş adamlarını incidibdilər, əziyyət veribdilər, bəzisini döyübdülər, türməyə salıbdılar, mülklərini alıbdılar. Mənim bundan sonra susmağım mümkün deyil. İlqar bəy, deyirlər ki, İlqar Hacıyevin müsadirə olunan əmlakları, maliyyə vəsaitləri onsuz da şəffaf biznes gəlirləri ilə əldə olunmamışdı. Bu iddialara istəyirəm münasibət bildirəsiniz. Mənim 15 yaşımdan məni tanıyanlar hamı bilir ki, mən Ermənistandan qaçqınlığa düşəndən gəlmişəm Bakıya, Azərbaycana qaçqınlıq zamanı 2098-ci ildə. Ondan sonra mən köçmüşəm Rusiyaya. 15 yaşımdan mən zəhmətlə, əziyyətlə və ilk mənim bizneslərim olub kommersiya dükanları, bazarlar, fərqli bizneslər. 94-cü, 93-94-cü ildə Heydər Əliyev gələndə o demişdi ki, bütün belə çağırış etmişdi ki, Azərbaycanı sevənlər, iş adamları dönsün, gəlsin vətənə və vətəndə onlar üçün şərait yaranacaq. Və mən 94-cü ildə Azərbaycanda biznesə başlamışam. Və ilk mənim biznesim o olubdur ki, bütün tikinti, inşaat materialları, qranit, mərmər, bayaq dediyim kimi, hətta bu Şəhidlər Xiyabanının o vaxtda bütün daşlarını mən gətirmişəm və mən vermişəm. Cavanşir var idi, Baksovetdə bu qəbirstanlıqlara baxan, Melik var idi. Yəni onlarla o layihələri dövlət üçün hələ mən 95-də, 96-cı ildə başlamışam. Və məni tanıyanlar çox gözəl bilir ki, mən həmişə əziyyətimlə, zəhmətimlə işləyən bir insan olmuşam. Və 2002-ci ildə artıq mən $1 milyon mən ilk tikinti layihəsinə pul yatışdırmışam. Yəni hər bir şeyi qoyar kənara bu inşaat materialları, başqa bizneslər. Ancaq faktiki 2005-ci ildə Akord şirkəti qurulanda mənim artıq təxminən $10 milyon öz şəxsi vəsaitim var idi. Bu vəsaitləri məsələn deyirlər ki, elə İlqar Hacıyevin demək əmlakları, maliyyə vəsaitlərinin böyük bir hissəsi onsuz da Zakir Qaralovun idi. Elə Zakir Qaralov da sadəcə öz pullarını özünə götürdü. Deməli, Zakir Qaralov 2005-ci ildə bunu yenidən prokuror bilirsiniz ki, hər 5 ildən bir parlament və prezident təsdiq etməlidir ki, prokuror işini davam etsin. 2005-ci ildə Zakirin şəriki var idi Bəhəttin. O ona pul verməli idi ki, bu öz vəzifəsini davam etmək üçün bu Fikrət Məmmədov üzərindən yuxarı pul çatdırmalı idi. Yəni, Zakir Qaralovun necə akorda düşməsini mən sizə söyləyirəm. Zakir Qaralovla, mən qardaşımla, Tahir Qaralovla dostuyduq və məndən həmişə bunların qəbir daşı sexi var idi. Bunlar məndən qəbir daşı alırdılar. Yəni, bu qranit mərmər mən gətirdiyim materiallar. Və məni həmən Tahir Qaralov dəvət edib Zakir Qaralovun yanına. Xahiş edib ki, bəs qardaşım səndən danışmaq istəyir, çox vacib məsələ. Mən də gəlmişəm baş prokurorluğa, orada oturub söhbət olunanda Zakir Qaralov mənə danışdı ki, bunun Bəhəttin dostu, bunu bilmirəm, inanmır ki, bu təyin olunacaq və şərikli mallarını ortaya qoymur və problem yaradıb, bu da pul çatdırmalıdır. Deməli, ilk dəfə Zakir Qaralov məndən $10 milyon Beynəlxalq Bankdan adıma pul alıbdılar, Zakir Qaralov. Və o pulu Zakir Qaralovun dediyinə görə Fikrət Məmmədov üzərindən prezident ailəsinə çatdırıbdılar ki, bu vəzifəsini davam etsin. Və 2005-ci ildə yenidən bunun 5 ilini artırdılar. Ondan sonra bunlar güya özlərinə borc kimi ki, mən bu bank pulunu bağlamaq üçün bu
yol körpü işlərini mənə təklif etdilər ki, oradan işləyib öz ziyanlarını bağlaya bilərsən. Və ilk Zakir Qaralov belə akord şirkətinə, ümumiyyətlə tenderlə, konkursla öz borcunu bağlamaq üçün mənə dövlət işi veribdilər. Ondan sonra Zakir Qaralovu tanıyanlar çox yaxşı bilir. Mənlə o dostluq etməyincə, başlamayınca hamı yaxşı bilir ki, heç onun qardaşları yaxşı vəziyyətdə yaşamayıbdı. Qardaşların 3 dənə qardaşı var. Biri rəhmətə gedib, Teymur Qaralov, Tahir Qaralov, Hamlet Qaralov. O MİT-də işləyirdi. Onlar hamısı birinin evi yox idi, birinin maşını yox idi. Onların evini, maşınlarını mənə Zakir xahiş edib ki, bunlara işlə, kömək elə və yaxud nəsə elə. Zakir Qaralov heç bir vaxt akordun şəriki olmayıb. Aydındır. Məsələn, bayaq da mən bu tərz sual verdim. Siz indi də özünüz qeyd elədiniz ki, 10 milyon manat idi Beynəlxalq Bankdan götürülən. 10 milyon dollar. Dollar və prezidentə çatıb ki, Zakir Qaralov bu vəzifəyə gəlsin. Bəli. Məsələn, bəli, insanlar deyir ki, niyə İlqar Hacıyev bunları o vaxt demirdi, bunları göz yumurdu? Çünki biznes maraqları var idi. İndi haqlıdırlar bu insanlar, yoxsa? Azərbaycan, Aytun xanım, gəlin belə bir şey danışaq. Azərbaycanda bu gün hətta bir dənə gedib JEK-dən kağız almaq üçün rüşvətsiz gedib bir şey ala bilirsinizmi? Yəni, insanlar məni qınayır. Hər bir iş adamı, hər birimiz onsuz da korrupsiyanın içərisində bulanmışıq. Yəni, məcburiyyətən. Səni baş prokuror otağına çağırır, deyir ki, sənin adına kredit almalıyım və mənim artıq həmən zamanda 20-30 milyon dollar binalarım, layihələrim tikilir və mən baş prokurora deyə bilərdimmi, özünüz düşünün. Bir gün hələ özünüz görürsünüz ki, qabaqları açıq belə, aşkar belə bir şeylər bağlanırdı, hər şey üstü qapalı olurdu. Mən necə deyə bilərdim ki, yox, mən prezidentə 10 milyon dollarlıq pul vermirəm. Bəli, mən düzdür, qəbul edə bilərdim, ölkədən həmən dəqiqə qaçıb çıxıb gedə bilərdim. Bir şey eləyə bilərdim, ancaq mən etmədim, çünki artıq mənim malım var idi, mülküm var idi və özümün həyat risklərim var idi. Ona görə də mən bu işlərə gedirdim. Hər bir Azərbaycan vətəndaşı bu dəqiqə korrupsiyanın içində bulaşıbdır. Çünki pravasını pulla alıb, hər bir JEK spravkasını pulla alıb, hər bir addımını bir gündə rüşvət verib, nəsə eləyir, işə düzəlir, rüşvət verir, nə bilim, hər bir addımı Azərbaycan sistemi, Azərbaycan dövləti elə qurub ki, sən o ölkədə yaşamaq istəyirsənsə, çalışmaq istəyirsənsə, sən korrupsiyaya məcburiyyətən bulaşırsan. Bəli, mən də o vaxtın hər bir iş adamı kimi, hər bir Azərbaycanlı kimi bunların korrupsiyasına bulaşmışam. Aydındır. İlqar bəy, bir də son dönəm ən çox sual verilən məsələ demək Alyona Əliyeva ilə bağlıdır. Deyirlər ki, Alyona Əliyeva ilə bağlı məlumatları Mehman Hüseynova İlqar Hacıyev ötürür. Bu iddialar, belə iddiadır sadəcə. Elə deyil. Düşünürəm ki, Mehman bəy də yəni, açıqlamalar verib. Deməli, Mehman Hüseynovun bizim marağımız nəyə görə bir gəldi ki, Alyona Qançar Əliyevanın araşdırmasını eləyək. Çünki mən 2 dəfə dedim, 2 dəfə mənim biznesim Balaca Heydərin adından alınıbdır. Və Mehman sizin kanalınızda çıxdı, açıqlama verdi ki, onun həm yataq otağını, neçə illərdir dövlət onun otağını güdüb, onun seks yatağını güdüb. Və o vaxtı biz danışdıq, razılaşdıq ki, dəfələrlə mənə müraciətlər gəlmişdi. Hamısı bilir ki, Qod Nisanovun özünü, ailəsini mən tanıdığım üçün Alyona Əliyevanın sualını mənə verirdilər. Ki, Alyona Əliyeva Qod Nisanovun qızıdır. Mən hər dəfə deyirdim ki, Qod Nisanovun qızı deyil, Qod Nisanovun qızı Maksim Zakharyayevin oğlundadır. Yəni, mən ailəsini çox gözəl bilirəm. Yeznələrini də, qızlarını da, oğullarını da. Bu, Alyona Qançar bir dənə o qədər operasiya edibdilər Mehman Əliyeva oxşatmaq üçün, ancaq biraz burnu Qoda oxşuyubdur. Həmişə belə bir zarafat da etmişəm, həmişə. Ki, bu Qod Nisanovun qızı deyil. Ondan sonra mənə rastıma gəldi,
Polad Bülbül oğlunun şəkli necə Alyona Əliyevanın belə az qalıb yerə uzansın, əlini öpür. Mən də Polad Bülbül oğlunu yaxşı tanıyıram. 3 il onun müşavir işləmişəm Rusiyada, səfirlikdə və o kim olduğunu çox gözəl bilirəm. Və həmin vaxtdan Mehmanla danışdı ki, mən öz tərəfimdə araşdırdım ki, bu Qod Nisanovun ola bilsin uzaq qohumudur, nə kimdirsə və başladıq hayküy salmağa hərə öz xəttindən, hərə öz yolundan. Bir də bir gün elə yanvar ayıydı, Mehman mənə telefon açdı ki, bəs belə bir mənə məlumat gəlir, pul istəyirlər, Alyona Əliyevanın bütün keçmişi kim olduğunu, yəni biz başqa bir şey axtarmırdıq. Biz önəmli axtardığımız bir şey xalqa açıqlama verək ki, bu Alyona Əliyeva Qod Nisanovun qızı deyil. Çünki əsasda Mehmanı nəyə görə narahat edirdi? Bu bilirsiniz ki, fərqli araşdırmalar aparır Mehman. Birinin sumkasını çəkir, birinin dronla villasını çəkir. Deyən məmurların. Alyona'nın da həmçinin belə sumkalarını göstərəndə xalqa suallar gəlirdi buna ki, və bu Qod Nisanovun milyarderin qızıdır. Bəs ola bilər də, bizim devlətin pulu deyil, Qod Nisanovun pullarıdır. Ondan sonra daha maraqlar, daha çox belə Mehmanın da, mənim də marağımız bir yerə düz gələndən sonra o pulu Mehman ödədi, yəni mən yardım etdim, Mehman o pulu ödədi, əlimizə gələn materiallar çıxdı, ilk biz gördük ki, bu Odessadandır, Alyona Qançardır və özümüz istəmədiyimiz materiallar gəldi, əlimizə çıxdı. Bəli, belə olub bu tarixi. Alyona Əliyevan Qançarın necə mənim o işdə iştirak etməyim, yəni belə olub. Yəni maliyyəsinin böyük bir hissəsini siz etmişsiniz. Bəli, bəli. Və yaxud da ki, tam hamısını. İndi onu Mehman bilər, mən onu Mehman bilir. Bəlkə mənə deməyib özü də pul qoyubdur, bəlkə başqa adamdan da alıb. Ancaq faktiki mənə nə deyibdirsə, mən əlimdən gələni yardım etmişim. Təxminən nə qədər, məsələn, siz nə qədər vəsait vermişsiniz? Mən düşünürəm ki, o Mehman istəsə özü açıqlama verər. Çünki mən həmişə deyirəm, Alyona Əliyevanın araşdırması Mehman əsas onun işləridir. Mən də onun böyründə o iştirak etmişəm. Bu ailəni tanıdığım üçün, Qod Nisanovu tanıdığım üçün və xalqın gözünü açmağım üçün qalan şeyləri Mehman özü yəqin istəsə açıqlama verə bilər. İlqar bəy, belə iddia da var ki, İlqar Hacıyev bəzi blogerlərdən maliyyə əsasında əməkdaşlıq eləyir və bu şəxslər hakimiyyəti sərt tənqid edirlər. Məhz İlqar Hacıyevin maliyyəsi ilə. Doğrudurmu bu iddialar? Yalan iddialardır. Mənim iş adamı kimi bloger də mənə müraciət edir və başqa insanlar da imkanı olmayan və yaxud da başqa işlə bağlı məndən müraciət edirdilər kimsə, mən də yardım etmişəm. Ancaq mən heç bir vaxt kiminsə pul verib sifariş verməmişəm ki, gedin kimisə söyün, danışın. Çünki birinci, həmişə mən hətta danlamışam, demişəm ki, ayıbdır, başqa cür yanaşın, yəni gəlin ciddi araşdırmalar edək, gəlin bunların cinayətlərini açaq. Ancaq o adamlar mənə həmişə deyib ki, bizim nə hüquq saxlayıbdılar, nə bir yol saxlayıbdılar, bizim söyməkdən başqa bir yolumuz qalmayıbdır. O yalan bir söhbətdir, ancaq mənə müraciət edənə yardım etmişəm. Aydındır. İlqar bəy, çox sağ olun, təşəkkür edirəm sizə, suallara cavab verdiyiniz üçün. Çox sağ olun, Azərbaycan xalqı sağ olun, bəyənin, paylaşın və icazə versəz İlqar Hacıyev də bu roliki paylaşacağım. Buyurun. Kim də abunə deyilsə İlqar Hacıyev kanalına abunə olun. Çox sağ olun. Hələlik, sağ olun. Sağ olun.